Salam, değerli abituriyentlər. Sizinlə qraflar mövzusunun dövrələrin tapılmasına aid belə bir suala baxacağıq. Verilmiş qrafda neçə dövrə var? Adətən bu tip suallarda deməli səhvə yol verilir. Çünki bu tip sualların çalışırlar ki, ümumiyyətcə verilən qrafın üzərində tapmağa dövrəni. Lakin bu o qədər də səmərəli üsul deyil. Yəni biz bu şəklin üzərində dövrələrin sayını tapmağa çalışsaq, təbii ki, səhvə yol verəcəyik. Çünki burada D təpəsi bir çıxıntılı vəziyyət yaradır və biz bilmirik ki, hardan başlayır. Yəni bunu bilmirik deyəndə, yəni bunu tapmaq bir qədər çətin olar ki, yəni bu dövrələr, yəni məsələn D təpəsi harda başlayıb, harda bitir. Çünki bunun üzərindən getdiyi üçün biraz tapmaq çətindir. Ona görə də biz çalışacağıq ki, bu qrafı özümüz qıraq. Deməli, baxıram ki, A təpəsindən B təpəsinə, A təpəsindən C təpəsinə, deməli, B təpəsindən C təpəsinə yol var və deməli, B təpəsindən Y təpəsinə, C təpəsindən də Y təpəsinə belə bir yol var. Və baxıram ki, D təpəsi, əsas məsələ D təpəsindədir. D təpəsində bir A-ya, bir də C-yə yol var. O zaman mən gətirib, deməli, D təpəsini buradan yaza bilərəm. Bir A-ya, bir də C-yə yol var. Bundan sonra mənim, deməli, artıq dövrələrin, yəni qrafım daha sadə oldu və dövrələrin sayını tapmaq bir qədər asanlaşdırdı. Deməli, bura yazıram 1, 2, 3. Baxıram ki, deməli, baxıram ki, 1, yəni bir yazdığım xana, belə deyim də, yəni bu qrafın bir hissəsi deyim, xana deməyim. Bir hissəsi, yəni bura 1 yazmışam, 2 yazmışam, 3 yazmışam. Yəni bu cür tapmaq daha asandır deyə. Yəni görəcəksiniz ki, doğrudan da bu cür tapmaq daha asandır. Deməli, baxıram 1. 1 özü bir dövrədir. Doğrudan da, yəni biz baxsaq, görərik ki, baxın, bax burada bir qapalı dövrə yaradır. Yəni A-da başlayır, A-da bitir. 2 özü də bir dövrədir. 2 özü ayrılıqda bir dövrədir. Baxın burada. 1 plus 2 də özü, yəni 1 plus 2 o deməkdir ki, yəni 1 ilə 2-nin birləşməsi bir dövrə yaradır. Baxın, görürsünüz burada məsələn A təpəsində başlayır, buradan D-yə gedir və A təpəsində bitir. Yəni bu formada bir dövrə yaradır. 3 özü ayrılıqda bir dövrədir. Baxın burada. 3 özü ayrılıqda bir dövrədir. 2 plus 3 də bir dövrədir. Yəni burada başlayır. Baxın, indi biraz qaral formada düşdü burada. Yəni çox üzərindən getdiyim üçün. Baxın burada. Deməli, burada başlayır. Yəni A təpəsində başlayıb, A təpəsində bitir. Yəni 2 plus 3-ün birləşməsi bir dövrə yaradır. Amma 1 ilə 3-ün birləşməsi dövrə yaratmır. Çünki 1 buradadır, 3 buradadır. Deməli, və 1 plus 2 plus 3. Bunların üçünün birləşməsi də ümumi olaraq bir dövrə yaradır. Deməli, 1, 2, 3, 4, 5, 6. 6 dənə dövrə olmuş oldu.